Rusiyadan daha bir həyasızlıq Bakını hədələyənləri müdafiəsinə qalxdılar və onlara dəstək nümayiş etdirilib. Söhbət son vaxtlar təbii ki, ötən gündə Azərbaycan Xarici İşlər Nazirliyində artıq bu baş verənlərə reaksiyasını biz gördük. Axır vaxtlar, son zamanlar dedikdə nəyi nəzərdə tuturuq? Rusiya televiziya kanallarında, Rusiyanın YouTube platformasında və müxtəlif media vasitələrində Azərbaycan əleyhinə müxtəlif səpkili olan çağırışların, informasiyaların və ümumiyyətlə birbaşa dövlət, hakimiyyət əleyhinə, xalqımızın əleyhinə ünvanlanan müxtəlif, belə deyək, verilişlərin müzakirə olunması, orada yayımların təqdim edilməsi Azərbaycan ictimaiyyətinin, dövlətinin və ümumiyyətlə qurumların da ciddi şəkildə narazılığı ilə qarşılandı və sərt reaksiyalar ifadə edildi. Hətta iş o yerə gəlib çatdı ki, Rusiyanın səfiri növbəti dəfə Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olundu. Həm son vaxtlar biz müşahidə etdiyimiz başqa bir halda var ki, Rusiyanın diplomatları Azərbaycanda eyni zamanda başqa ölkələrdə tez-tez müxtəlif Xarici İşlər Nazirliklərinə çağırırlar. Həm Azərbaycan Xarici İşlər Nazirliyinə, həm də bir sıra dövlətlərin bu cür addımlarını görürük. Sanki Rusiya rəsmiləri üçün adət halına alıb. Başqa bir dövlətlərin əleyhinə fəaliyyətlər həyata keçirsinlər, müəyyən addımlar atsınlar, təhdid eləsinlər, hədələsinlər və ya hər hansı bir hərəkət ortaya qoysunlar və dərhal da onların səfirləri Xarici İşlər Nazirliyinə dəvət olunsun, müvafiq notalar, etirazlar ifadə edilsin, notalar təqdim olunsun və Rusiya sanki bütün bu etdiklərini adi bir görüntü kimi qəbul etməyə çalışırlar, amma bu siyasi əxlaqsızlıqdır, siyasi həyasızlıqdır və ədəbsizlik kimi qəbul olunur. Hər halda bunu yumuşaq formada ifadə etmək olar. Bu etiraz notası, etirazla bağlı hər hansı bir səfirin başqa bir dövlətin Xarici İşlər Nazirliyinə çağırılması bir dəfə olaraq, iki dəfə olaraq o ümumiyyətlə olmamalıdır. Amma bu dəfəki hadisə tam başqadır. Azərbaycanda dövlət çevriliş etmək, Azərbaycan prezidentinə hədəf almaq, Azərbaycanda bir sıra tanınmış ictimai-siyasi xadimlərə qarşı terrorçu fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı çağırışlar etmək daha nə olmalıdır bir dövlət tərəfindən və Rusiya bunları Azərbaycana qarşı